O bir dəfə olsun 2 dəfə ateş açmırdı. O bir dəfə ateş açırdı. Açdığı ateşdə indi Amerika əsgərləri də ölürdü. Həm də Amerika əsgərlərinin də kabusu, qorxu yuxusudur, Jubadır. Bağdadın kəskin nişançısı. Özünə həm İraq ordusunun olan snapersinə demək olar. Özü həm də bir dəfə ateş açırdı. Bir dəfə ateş açmaqla indi Amerika əsgərləri də ölərdi. Ateşi də düz hədəfinə vurardı, hədəfinə qədər. Eyni ilə də 2005-də 2 dəfə videosu çıxmışdı. Həm də bütün dünyada şoka düşmüşdü ki, Amerika 645 Amerika əsgərini öldürmüşdür. Ən birinci 2003-cü ildə İraqın işğalı ilə başlayır. 2003-də isə İraqın ordusu yeniləndən sonra Bağdad işğal olunandan sonra Səddam Hüseyn devrilir. Devriləndə asılaraq edam edilir. Amma illərlə də müharibə oldu. Həm də dirənişlər də baş verdi. Ən birinci Jubada bu dirənişlərdən birində özü kəskin nişançı olaraq Amerika əsgərləri 645 Amerika əsgərini məhv eləmişdi. Həm videoda da 2005-də 2 dəfə çıxmışdı. Həm də bütün dünyada təəccüblü olmuşdu. Həm bu tək atışla Amerika ordusu da videoda göründüyü kimi də məhv eləyir. Yəni bu tək atışla da Amerika orduları məhv eləyir. Amerika orduları çarəsiz idi bunun qarşısında. Onun da həm də axtarmaq üçün o qədər çalışırdılar, amma alınmadı. Özün də İraqın ordusunda olan kəskin nişansız kimi tanınırdı. Həm də onun işlətdiyi snaper yarı avtomatik Dragonov tüfəngidir, Sovet istehsalı. Həm də İraq işğalında şəhərlər dağılmışdı. Dağılanda bir çox döyüşçülər də vardı. Dirəniş göstərirdi. Jubada öz videosuna da atırdı. Göstərdi Amerika əsgərlərinin nə qədər öldürdüyünü. Videosu da bütün dünyada da atmışdı. Ona da yəni dünyada da Amerikada da ən çox terrorist deyirdilər. O terrorist həm də cinayətkar. Onun bir dənə sözü vardı. Mən cinayətkar deyiləm. Mən öz ölkəmi müdafiə edirəm. Siz bizim ölkəmizə ziyarətə gəlsəydiniz, biz də sizi yola salardıq. Amma siz bizim biz də ölkəmizi işğal edib uşaqları öldürdünüz. Mən də uşaqların qisasına bir güllə. Onun yazdığı məktub bu idi.